Bəzi insanlar bu dünyanın ağır çətinliklərindən qismən də olsa sakitlik tapmaq üçün içkiyə sığınırlar. Hətta bunun zərərlərindən və İslamda niyə qəti qadağan olduğundan bəhs etdiyimiz zaman, əsas odur ki, bəzi namaz qılanlar kimi günahımı gizlində yox, aşkarda edirəm, ən azından riyakar deyiləm. Quranda əvvəl deyilir ki, onda həm fayda, həm zərər var, amma ziyanı daha çoxdur. Daha sonra isə içki, murdar və şeytan işi kimi təqdim olunur və ondan uzaq durmaq əmr edilir. Fiqh və üsul baxımından bir şeydən qəti şəkildə uzaq durmaq əmri və onun şeytani əməl kimi təqdim olunması sadəcə məsləhət kimi başa düşülmür. Əllamə Təbətəbai öz təfsirində qeyd edirdi ki, Quranda içki üçün elə bir ifadə işlədilir ki, onun lüğəvi mənası örtməyi, gizlətmək deməkdir. İçki insanın daxilindəki ən ali cövhəri, ağlı və şuuru örtür. Ayətullah Cavad Amuli deyirdi ki, Allah insanı yer üzündə öz xəlifəsi olaraq yaradıb və bu xəlifəliyin tacı ağıldır və içki içən şəxs Allahın ona verdiyi ən böyük mənəvi tacı öz əli ilə yerə atır. Şəhid Mürtəza Mütəhərri qeyd edirdi ki, heyvan şuursuzdur və instinktlə yaşayır. Yemək, içmək, şəhvət və içkinin verdiyi uyuşma heyvani xassədir. Bu ləzzəti duymaq üçün heç bir mənəvi tərbiyəyə ehtiyac yoxdur. İnsanın gecə yarısı Allahın qarşısında diz çöküb dərdini danışması ilahi ruhun ləzzətidir. Maddi zehniyyətli insan isə hələ öz daxilindəki heyvani mərhələni aşa bilmədiyi üçün ruhun uca zövqlərini dərk edə bilmir. İslamın qanunları təkcə sərxoş olub küçəyə yıxılanlar üçün deyil. İslam bir damcı şərabı da haram edib. Çünki məsələ sənin Allaha olan itayətində və ruhunun paçlığındadır. Quran buyurur, səndən şərab və qumar haqqında soruşurlar. De, o ikisində böyük günah və insanlar üçün faydalar vardır. Lakin günahları faydalarından daha böyüdür. Ayətullah Həsənzadə Amuli deyirdi ki, ayədəki faydalar maddidir. Lakin Allah buyurur ki, onun mənəvi zərəri o kiçik maddi faydadan qat-qat böyüdür. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, İslam təkcə sosial hüquq dini deyil. Yəni başqasına ziyan vurmuramsa, hər şeyi edə bilərəm məntiqi qərb fəlsəfəsidir. İslamda insanın öz nəfsi üzərində də mütləq hakimiyyəti yoxdur. Sənin bədənin və ruhun sənə Allahın əmanətidir. İntihar etmək başqasına ziyan vurmur, lakin haramdır. Öz bədənini və ruhunu içki ilə zəhərləmək də əmanətə xəyanətdir. Əllamə Qazi deyirdi ki, insanın bu dünyadakı bütün axtarışları, hətta günah daxilindəki axtarışları belə əslində mütləq huzuru və Allahı çağırmaq çırpıntısıdır. Lakin insan Allaha gedən mənəvi yolu tapmayanda, ruhun bu qaçış istəyini içki ilə təmin etməyə çalışır. İrfan alimlərimiz bu tərz insanları mühakimə etməyi qətiyyən qadağan edir və onlara mənəvi xəstə kimi yanaşmağı tapşırırlar. Ayətullah Behçət ağa buyururdu ki, günahkar insana yox, onun günahına nifrət edin. Sadəcə qeyd olunmalıdır ki, içki içsən belə namazını qıl. Çünki çoxsu elə bilir ki, içki içənin namaz qılmağa haqqı yoxdur. Əslində içki içən şəxs ayılan kimi namazını qılmalıdır. Çünki Quran buyurur, həqiqətən namaz insanı çirkin və pis əməllərdən çəkindirir. Əgər o insan eybəcər də olsa namaza başlasa, zamanla namazın nuru daxilindəki şərab zülmətini sıxışdırıb çıxaracaq. Ayətullah Cavad Amuli yazırdı ki, insana bir şeyi qadağan edəndə onun yerini dolduracaq daha gözəl bir şey verməlisən. Həmin şəxsə gecə yarısı hər kəs yatanda Allahla sadəcə öz dilində dərdlərini bölüşərək danışmağı öyrədin. Beləliklə hiss etsin ki, dərdini unutmağın tək yolu beyni keyitmək deyil, qəlbi böyük yaradana açmaqdır. Quranda buyurulur, günahların aşkar olanına da, gizli olanına da yaxınlaşmayın. Əllamə Təbətəbai Əl-Mizan təfsirində qeyd edirdi ki, Allah günah etməyin demir, günaha yaxınlaşmayın buyurur. Çünki günahın istər aşkarı, istərsə də gizlisi insanın ruh mühitini zəhərləyən mənəvi virusdur. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, insan ruhları cəmiyyətdə bir-biri ilə görünməz mənəvi iplərlə bağlıdır. Bir insan aşkarda günah edəndə o digər zəif iradəli insanların daxilindəki utanc və qorxu səddini dağıdır. Ayətullah Cavad Amuli yazırdı ki, insan əgər cəmiyyətdəki sadə bir adamın qarşısında edə bilmədiyi eybi, kainatın sahibi olan Allahın qarşısında rahatlıqla edirsə, deməli onun nəzərində Allahın məqamı o insanın məqamından daha aşağıdır.